Uşaqlar, salam, necəsiz? Yaxşı. Bugün bizim açıq havada dərsimiz olacaq. Sizə sual vermək istəyirəm. Deyin görüm, hal-hazırda Azərbaycanda hansı beynəlxalq tədbir keçirilir? COP29. Bəli, COP29 keçirilir. Bugün biz sizinlə COP29 və iqlim dəyişikliklərinin canlılara təsiri haqqında açıq dərs keçəcəyik. Mən sizə müəyyən suallar verəcəm. Siz tədqiqatlar aparacaqsınız və birlikdə COP29 və iqlim dəyişikliklərinin canlılara təsirini müzakirə edəcək, qərarlar verəcək. İndi isə komanda şəklində mənim verdiyim sualları cavablandırsın. Burada bizim 4 komandamız var. Səma komandası, Çınar komandası, Dərya komandası və Arı komandası. Uşaqlar, gəlin düşünək. İqlim dəyişikliyi canlılara necə təsir edə bilər? Dərya komandasından kim fikrini bildirəcək? Buyur. Məncə iqlim dəyişikliyi suyun azalmasına səbəb ola bilər. Parkda gölməçələr quruya bilər və suya ehtiyacı olan heyvanlar və bitkilər çətinlik çəkə bilər. Aha. Səma komandasından kim deyəcək fikrini? Buyur. Quşlar üçün də problem yarana bilər. Bəzi quşlar isti ölkələrə miqrasiya edirlər, amma iqlim dəyişərsə onların gedəcəkləri yerlərdə dəyişikliklər olacaq. Çınar komandasından fikrinizi alaq. Quraqlıq səbəbindən ağaclar quruyar. Məsələn, çınar ağacının yarpaqları su qıtlığından soluxar və kökləri torpaqda tuta bilməz. Arı komandası fikrinizi bildirə bilərsiniz. Bitkilər də fotosintez etmiş hesabına çəkə bilər. Çünki su və günəş şüalarının nisbəti dəyişir. Uşaqlar, mən indi sizə müşahidə tapşırığı verəcəm. Parkda hər qrup bir mühitdə canlıları müşahidə eləsin. Mən indi sizə böləcəm hansı qrup hansı mühitdə canlıları müşahidə edəcəklər. Çınar komandası ağacları müşahidə etsin, Səma komandası quşları müşahidə etsin, Arı komandası çəmənlikləri müşahidə etsin, Dərya komandası isə gölməçələri, gölləri müşahidə etsin. Parkda müşahidələr apardınız. İndi deyin görün, parkdakı canlılar iqlim dəyişikliyindən necə təsirlənə bilər? Gəlin qrupların cavablarını alaq. Quraqlıq nəticəsində parkdakı otlar soluxar və bu da otla qidalanan heyvanların qida mənbəyinin azalmasına səbəb olur. Çınar komandası fikrinizi bölüşün. Biz birlikdə ağacları müşahidə etdik. İqlim dəyişikliyi nəticəsində çınar ağacının yarpaqları quraqlıqda soluxur, su qıtlıq onun növlərini zəiflədir və ağac böyüməni dayanır. Səma komandasının fikrini bilmək istəyirəm. Biz quşları müşahidə etdik, onların sıxlığı azdır. Quşlar iqlim dəyişməsi nəticəsində miqrasiya yollarının dəyişmə məcburiyyətində qala bilərlər. Onların qida tapmaqda və yuvalanmada problemlər yarada bilər. Dərya komandasının fikrini bilək. Gölməçədəki sular quruyar və oradakı canlılar məhv olur. Uşaqlar, biz bugün sizdə parkda canlıları müşahidə etdik. İstəyirəm ki, hər biriniz öz təkliflərinizi verəsiniz. COP29-da hansı layihələr olsa faydalı olar və sizin təklifləriniz nədir? Hər qrupun fikirlərini bölüşməyinizi istəyirəm. Biz quşlar üçün yuvalar və yem qoyulan qablar quraq. Belə olsa quşlar yem tapmaqda çətinlik çəkməz və burada rahat yaşaya bilərlər. Göllərin çirklənməsi balıqların və digər canlıların həyatı üçün təhlükə yaradır. COP29-da göllərin qorunmasına dair ciddi tədbir görülməlidir. Ağaclar atmosferdə karbon qazını udur və oksigen mənbəyidir. Ağacların daha çox əkilməsi, parkların və meşələrin qorunması COP29-un əsas hədəflərindən biri olmalıdır. İqlim dəyişikliklərinə dözümlü yeni ağac növləri əkilməlidir, mühafizə tədbirləri artırılmalıdır. Çəmənlikdəki kimyəvi dərmanlar əvəzinə təbii gübrələrdən istifadə olunsun ki, böcəklərə zərər verilməsin. Yəni yeni çiçəklər əkilsin ki, həm böcəklərə faydalı olsun, həm də parklar gözəl görsənsin. COP29 zamanı torpaqların qorunması və bərpası üçün xüsusi beynəlxalq layihələr təşkil olunmalıdır. Çəmənliklərdə çiçəklərin və ağacların qorunması üçün kimyəvi dərmanlardan yox, təbii gübrələrdən istifadə olunması
və torpaqların şoranlaşmasının qarşısının alınması vacibdir. Uşaqlar, indi istəyirəm ki, siz yaşıl dünyada canlıları necə görmək istəyirsiniz, onun rəsmini çəkəsiniz. Hər qrup öz tədqiqatına uyğun görmək istədiyi bir şəkili çəkir. Uşaqlar, hər biriniz gözəl şəkillər çəkmisiniz. Bugün biz sizlə iqlim dəyişiklikləri mövzusunda müzakirələr apardıq. COP29-da mühafizə tədbirləri necə olar, bununla bağlı təkliflərimizi bildirdik və dərsimizi artıq yekunlaşdırırıq. Dərsdə hər birinizin gözəl iştirakına görə sizi alqışlayıram. Özünüz də bir-birinizi alqışlayın.